Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük və bugün sizinlə 8 martda ənənəvi olaraq həftənin 2, 4 və şənbə günləri olan canlı yayımlarımızdan birinə başlayırıq və bugün Beynəlxalq Qadınlar Günüdür. 8 mart Azərbaycan təhsildə həmişə qalmaqalları ilə yadda qalır. Və bu 8 martla da bağlı çox maraqlı və demək bizim təəssüf edici səs yazıları yazıldı ayrı-ayrı məktəblərdən yenədən. Və bunu amma ümumilikdə bütün məktəblərə və müəllimlərə şamil eləmək olmaz. Ümumilikdə hamımız artıq bilirik ki, təhsilin idarə olunmasında doğrudan da çox ciddi boşluqlar var, təhsil prosesi idarə olunmaz haldadır və mən düşünürəm, bugün doğrudan da Azərbaycanın çox maraqlı faktlar gəlib əlimizə çatıb. Ölkənin Elm və Təhsil Naziri LGBT və feminizmi ölkədə maliyyələşdirən əsas şəxslərdən biridir və burada bu görünən məqalədən belə qənaətə gəlmək olur və Azərbaycanın təhsil büdcəsinin böyük bir hissəsi ayrı-ayrı QHT-lərə və o cümlədən də feministlərə və LGBT tərəfdarlarının maliyyələşdirilməsinə gəlib aparır və bunlar təbii ki, Emin Əmrullayevlə bağlıdır və bir də Emin Əmrullayevin 2002-ci ildə Avropa Mərkəzi Universitetində təhsil almasını maliyyələşdirən 70.000 qrantı Emin Əmrullayevə kim və necə ayrı bunu danışacağıq, ölkə təhsilindən danışacağıq. Zəhmət olmasa canlı yayımı paylaşın, baş verənlərə soyuq yanaşmayaq, fikirlərinizi 8 martla bağlı fikirlərinizi xahiş edirəm rəy bölməsində yazın və videonu bəyənməyi unutmayın. Mən də bir neçə dəqiqə videonu paylaşdıqdan sonra sizinlə birlikdə mövzu haqqında danışacağıq və əlimdə olan faktları və rəqəmləri səsləndirəcəm. Daha sonra isə müzakirə aparacağıq. Düşünürəm, mən ilk növbədə sizinlə birlikdə paylaşaq, canlı yayımı bir yerdə paylaşaq, bəyənək və sizin paylaşımlarınız və bəyənməkləriniz rəy bölməsində yazı yazmağınız, izləyicilər, önə çıxart qeydini yazmağınızla əslində demək daha çox təhsil işçisinə bu videoların gəlib çatmasına dəstək olursunuz və düşünürəm ki, bu da əslində bununla da siz təhsildə baş verən bu özbaşınalığı bir qayda olaraq öz etirazınızı bildirmiş olursunuz. Ona görə də susmayaq. Çünki reallıq budur ki, Azərbaycan təhsilində bugün baş verənlər ürək ağrıdır. Azərbaycan təhsilində baş verənlər Azərbaycanın doğrudan da çox gələcəyini qorxu altına alır. Çünki ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq Azərbaycan təhsili əgər inkişaf etmirsə, bu demək ki, adekvat deyilsə, cavab vermirsə, demək ki, bu gələcək inkişafımızda ciddi problemlər yarada bilər. O baxımdan düşünürəm ki, sizlə birlikdə bu canlı yayımlara demək qalmayaq, yəni və hərə öz bacardığını, öz gücü çatan eləsin. Mən də bir neçə Facebook qrupunda paylaşdım və indi də sizinlə birlikdə bu qruplarda paylaşın və düşünürəm ki, biz birlikdə bu mövzunu müzakirə edəcəyik. Siz nə düşünürsünüz? 8 martla bağlı məktəblərinizdə və ya tanıdığınız məktəblərdə nələr baş verdi? Valideyn komitəsindən eyni zamanda danışacağıq, çünki məktəblərimizin bu vəziyyətə, yəni o ayrı-ayrı negativ halların gəlib çatmasına əsas səbəblərdən biri valideyn komitələrdir. Bunlardan danışacağıq. Emin Əmrullayevin Azərbaycan təhsilində
yeni təyinatlarından danışacağıq. Bildiyiniz kimi artıq SOCAR-dan demək təhsil institutunda ölkədə əsas yəni yeganə deyək elmi tədqiqat institutu olan təhsil institutunun da təhsil texnologiyaları mərkəzinə SOCAR-dan bir təlimçini gətirib. Təlimçi yox və ən maraqlı olur ki, SOCAR-ın ikisini gətirib və bunun şəxsi işində göstərici olaraq yazılır ki, adam korporasiya universitetini bitirib və xaricdə ümumiyyətlə hansısa İngiltərədə bir neçə təlimdə iştirak edib. Ümumilikdə bunun o vəzifəyə təyin olması əsas şərt o xaricdə 20 təlimdə iştirak edib. Xaricdə 20 təlim iştirak etdiyinə görə Emin Əmrullayevə əsas verir ki, demək şəxsi gətirib elmi tədqiqat institutu olan təhsil institutunda demək təhsil texnologiyaları mərkəzinə direktor müavini ki aparsın. Hansı ki, təhsil texnologiyaları mərkəzinin əsas işi ölkədə kurikulumların, təhsil proqramlarının hazırlanması, həyata keçirilməsinə nəzarət etmək və s. Və doğrudan da faciədir. Yəni, Azərbaycan məktəbi üçün və Azərbaycan təhsili üçün Emin Əmrullayevin bu addımları doğrudan da faciədir və mən düşünürəm ki, biz təhsil işçiləri olaraq məsələyə bir qədər fərqli yanaşmağı bacarmalıyıq. Fərqli yanaşmağı bacarmalıyıq ki, çünki söhbət təhsildən gedir. Təhsil də elə bir sahədir ki, hər birimizi əhatə edir. Mən paylaşımları bitirdim, yerdə qalan da artıq sizdən xahiş edirəm ki, siz paylaşın və dəstək olun. Mən demək bir dəqiqə belə kompüteri enerjiyə qoşmağı unutmuşdum, sonra problemimiz olacaqdı. Belə, başlayan ilk növbədə 8 Martdan, bir qədər sonra Emin Əmrullayevin qəhrəmanlıqlarından danışacağıq. İlk növbədə başlayaq 8 Martdan, bir neçə məktəbdən bizim səs yayları yazıldı və istər məktəb direktoru, istər ayrı-ayrı müəllimlərdən, amma mənim diqqətimi ən çox cəlb edən Mingəçevirdən Valideyn Komitəsinin demək o səs yazısıydı. Yəqin ki, siz də onu dinləmişsiniz ki, hansı ki pul yığmaqla bağlı. Ümumiyyətlə, Valideyn Komitəsi bizim məktəblərimizdə varmı və bunun hansı hüquqi əsasları var? Yəni, bir komitə, bir kollegial, adından da göründüyü kimi bu komitədir, bu kollegial orqandır və istənilən bir kollegial orqanı və fəaliyyətin olması üçün ilk növbədə bizə nə lazımdır? Demək, bizə ilk növbədə lazımdır ki, bu Elm və Təhsil Nazirliyi tərəfindən həmin fəaliyyətin demək, həmin fəaliyyətin əsasnaməsi olmalıdır. Həmin fəaliyyətin əsasnaməsi olmalıdır. Və məktəblərimizdə Valideyn Komitəsi və yaxud da sinif Valideyn Komitəsi, məktəb Valideyn Komitəsinin əsasnaməsi varmı? Yoxdur. Və məktəblərimizdə sinif Valideyn Komitəsi, məktəb Valideyn Komitəsi nəyin əsasında fəaliyyət göstərir? Varmı bu? Yoxdur. Yaxşı, madam elədirsə, sual olunur. Hər hansı bir hüquqi normativ sənəddə və yaxud da normativ sənəddə əgər Valideyn Komitəsinin olması göstərilməyibsə və təşkil olması göstərilməyibsə, məktəb direktorları hara baxırlar? Məktəb direktorları hara baxırlar? Və məktəb direktorları həmin sinif Valideyn Komitəsinin, yəni məktəblərimizin tam əksəriyyətində demək olar ki, məktəb Valideyn Komitəsi yoxdur. Və sinif Valideyn Komitələri məktəblərdə niyə yaranır?
Məktəb direktorları buna niyə icazə verirlər? Əgər icazə verirlərsə, təbii ki, məktəb valideyn əməkdaşlığı əsas şərtlərdən biridir. Mən xahiş edirəm, yayımı paylaşın və demək, burada bu əgər varsa onda qoy pedaqoji şurada bir əsasnamə qəbul edilsin və məktəb valideyn komitəsi bir nəfərdən ibarət deyil. Məktəb valideyn komitəsi pul yığmaq üçün deyil. Məktəb valideyn komitəsi üzv normalda 5 nəfər, daha çox da ola bilər. Hər bir valideyn komitəsinin üzvünə, yəni orada sədr də yoxdur. Deyək ki, komitədir bir yerdə. Ola bilsin bir həftəlik, bir özləri öz aralarında birini rəhbər seçərlər. Orada biri deyək ki, məktəb, valideynlərlə məktəb və yaxud da sinifin daxili məsələləri, məktəbdən kənar ekskursiyalar, valideynlərlə əlaqələr və s. digər bu kimi məsələləri koordinasiya edə bilərlər və məktəb valideyn komitəsi sinif müəllimin şəriki ola bilməz və bu birmənalı şərt, bu birmənalıdır. Yəni ona görə də hansı məktəbdə sinif valideyn komitəsi varsa və məktəb direktoru buna imkan verirsə, bilin ki, orada hökmən minə var, pul yığmalar var. Məktəb direktoru da əgər pul almırsa, orada heç kim pul ala bilməz. Hansı məktəbdə pul yığılırsa, bu birmənalı şəkildə məktəb direktoruna irəli gəlir. Heç bir müəllim məktəb direktorunu, bəlkə də hansısa bir məktəbdə 1 ya 2 müəllim olar, məktəb direktoru da bunu dərhal aşkar eləyir və nəticə etibarilə ya müəllimi cəzalandırır və digər müəllimlər də heç kim buna cürət eləmir. Bu məsələnin bir tərəfi. Və ikinci bir tərəfi, bugün 8 mart Qadınlar Günüdür. Bir daha, əslində qadınların hüquqlarının müdafiəsi günüdür. Mən başa düşə bilmirəm, öz hüququnu müdafiə eləməyən qadının bayramı deyil bugün. Bugün Analar Günü deyil. Bugün qadınların hüquqlarının beynəlxalq müdafiəsi günüdür. Bir qadın ki, öz hüququnun pozulmasına imkan verirsə və bir qadın ki, o öz ortamda pul yığılmasına icazə verirsə, o qadının bayramı deyil. O qadının bayramı da demək, qeyd eləməyə də dəyməz. Ona görə də valideynlər özlərini yormayın. O məktəbdə ki, o müəllim üçün pul yığılır, o müəllimənin bayramı deyil. O 8 mart ona aid deyil. Pulunuzu da boş yerə verməyin. Bu məsələnin bir tərəfi. Gəldik bizim Əmrullayeva. Bizim Əmrullayevin ən böyük qəhrəmanıdır. Mənim əlimə bir fakt keçdi. Demək, 2002-ci ildə Emin Əmrullayev Sorsun Budapeştdə, Macaristanda maliyyələşdirdiyi mərkəzi Avropa İnstitutuna, universitetinə gedib oxumağa və orada siyasi bilimlər üzrə nəsə belə bir şey oxuyub və maraqlısı odur ki, mən bir qədər araşdırdım, doğrudan özümə də belə çox qəribə gəldi ki, burada da sizlə bir yerdə Emin Əmrullayev 2002-ci ildə Azərbaycanda qrant udub, Sorsun qrantını udub, 70.000 manat, baxın, demək 70.000 manat pul udub. Fikir verirsiniz? Bu 70.000 manat 2002-ci ildən təsəvvürsünüz. İndiki ilə bu pul təqribən 3 dəfə çoxdur. 3 dəfə çoxdur dəyəri. Və demək 2003-2004-cü ildə bir illiyə Sorsun maliyyələşdirdi gedir. Mən elə bilirdim o sənaye texnologiyasını oxuyub. Çünki mən onu texnoloq bilirdim. Siyasi elmlər üzrə magistr pilləsində təhsil davam etmişdir. Yəni magistratura bildiyim qədər 2 ildir. Ola bilsin digər ölkələrdə 1 illik də ola bilər. 2023-də gedib 24-də qayıdıb və buna görə Sorsun ona 70.000 manat pul ayırıb. Emin Əmrullayev, yəqin ki baxırsan. Bizim vicdandan danışan və ondan xəbəri olmayan nazirimiz. Zərrə qədər vicdanım var, onu qayıt, diqnən ki, bəli, mən Sorsun yetirməsiyəm. Çünki bu dövlət sizə böyük miqdarda xərc qoyub. Anadan olduğunuz gündən, deyək ki, 1-ci universitet Azərbaycanda oxumuşsunuz, prezident yanında Dövlət İdarə Etmə Akademiyasını, deyək ki, orada İnzibati İdarə Etmə Fakültəsində təhsil almışsınız. 4 il dövlət sizin təhsil haqqınızı verir. İkinci,
2010-2012 2 il. 2 il. Dövlət hesabına siz dövlət proqramı, xaricdə təhsil dövlət proqramı hesabına Amerikada demək orada Filbridge proqramının birgə dəstəyi ilə Kolumbiya. Bu dövlət proqramı ilə bir də başqa bir proqram var burada. Dəstəyi ilə birlikdə ictimai idarə etmə, inzibati idarə etmə ixtisası üzrə magistr filiasında Amerikada. Deyək ki, ikincisini də dövlət ödəyir. Dövlətin sizin üçün bu qədər etdiyinin qarşılığında, bunlar hamı heç deyil. Dövlətin sizin üçün bu qədər etdiyinin qarşılığında Azərbaycan təhsilini darmadağın edirsiniz. Azərbaycan təhsilini öz şərikiniz, o xaç atanız Elnur Əliyevin ixtiyarına buraxmışsınız. Amma sorsun sizə 2002-ci ildə 70.000 manat ayırdığı o 70.000'e göre Azərbaycan dövlətinə, yəni əlinizdə olan səlahiyyətdən istifadə edib, yəni Azərbaycan maraqlarını siz sorsun verdiyi tapşırıqlara qurban verirsiniz. Özdə dəyərli izləyicilər, mən sizdən xahiş edirəm, fikir verin. Bu, baxın Wikipediyada yazdıqlar hamısını. Sorsun, yəni hamı bilir ki, Avropada mərkəzi Avropa Üniversitesi Sorsu Maliyyələşdirdiyi Üniversiteti özdə bir illiyə gedib 2023-24 və bir illik Budapeştdə təhsil almaq üçün 70.000 manat verirsiniz də deməkdir. 70.000 manat grant təkcə onun bir il oxumasına. İndi görün, onun orada yetişdirmək üçün Sors nə qədər vəsait ayırıb. Normalda mənim bildiyim qədər hətta Avropanın aparıcı ölkələrinin, Amerika universitetlərində 40-45-50 mindir. İndinin özündə hətta belə 40-45-50 min civarında tutur bir tələbənin gedib 4 il oxuması. Çox maraqlıdır bu 70.000 manat məsələsi. Görən Emin Əmrullayevin qısa müddətdə xüsusi hazırlanmasına Sors bu boyda vəsaiti ayırıbsa, demək ki, gözləntiləri də böyük olub. Və nəzərə alsaq ki, 2003-cü ildən Sors artıq Azərbaycanda fəaliyyətini dayandırdı. Çünki pozuculuq fəaliyyətinə məşğuldur və Sorsun Azərbaycanda yetişdirdiyi ən axırıncı kadrlardan biri də görünən də budur. Çünki adam konkret olaraq, mən üzümü Emin Əmrullayeva tuturam, çıxsın, briefing eləyəndə dedi ki, necə bekar adamlardır, nə deyirdi, klik yığmaq üçün deyir. Siz də klikləyin. Klikləyin, amma Emin Əmrullayev doğrudan da məhz bir il içərisində, amma o vəsaitin də ayrılması və çox da maraqlıdır, qayıtdıqdan sonra Qafqaz Universitetində işləməyə başlayıb. Həmin dövrdə bilirsiniz ki, Qafqaz Universiteti böyük şəbəkə idi, hansı şəbəkə idi bilirsiniz. Və maraqlıdır ki, məhz Emin Əmrullayev Budapeştdən qayıtdıqdan sonra Qafqaz Universitetində işə gedir. Ondan sonra liseye getdi. Ondan sonra o liseye getdi. Və nəticə mənə maraqlı olan onun harda oxuması, o yanaşı bunu bildi. Bu təbii ki, tək o deyil. Eyni zamanda Emin Əmrullayev 2012-ci ildə demək Yuva adlı ictimai hərəkatın təlimlərində iştirak edib, yazılır. Demək, Emin Əmrullayevin Yuva ilə əlaqəsində yazır ki, orada 2012-ci ildə Emin Əmrullayev Yuva İctimai Birliyində təlimçi olub. Məsələ o deyil, bu insan işləməli idi, nəsə etməli idi. Amma maraqlı oldu ki, Emin Əmrullayev nazir olduqdan sonra həmin ictimai təşkilatlara, hansı ki, bəzi maliyyələşdirdiyi ictimai təşkilatların rəhbərləri LGBT-ni təmsil edir, feministlərdir. Hətta İctimai Şuranın sədrini bir xanım vardı, o feministlərin yürüyüşündə də iştirak eləmişdi. Və bu İctimai Şuradan qabaqçı İctimai Şura Günel xanımdır. Biz də ona görüşmüşdük. Hətta Günel xanım mənə görüşündə açıq bildirdi ki, biz neyək, dövlət verəydi pulumuzu, o Sors verməyəydi. O da elə o Sors fondu ilə gedən oxuyanlardandır və
hal-hazırda da Emin Əmrullayev həmin xanım üçün nazirlikdə böyük bir idarə yaradıb, uşaq hüquqları. Siz fikir verirsiniz. 1 il yoxsa 2 il bundan qabaq uşaq hüquq 1 iyunda LGBT bayrağı nazirliyin səhifəsində paylaşılmışdı. Təhsil eksperti Kamran Əsədov bu məsələni ciddi qaldırdı və onlar o şəkli oradan götürdülər. Yəni bu insanların maraqlı olan cəhət nədədir? Maraqlı olan cəhət odur ki, məhz bunlar demək təkcə 1 il ərzində, baxın, 1 il ərzində demək burada 20-ci əsr tələbələrinin tələblərinə uyğun olaraq gənc müəllimlərin peşəkarlığı artırılması, Gənc Müəllimlər Assosiasiyasına 56.400 manat bir qrant ayırıblar. O əvvəlki o Gənc Müəllimlər Assosiasiyası vardı, Rüfət müəllim. Əgər gənc müəllimlərin bu qrantdan xəbəri varsa, təsəvvür edin. Daha sonra ictimai fəallığın artırılması və dəyişim əməkdaşlığı, təlimdir, layihənin adıdır. Bir könüllü tələbə əməkdaşlığına 93.550.000 manat pul ayırıblar bunlar. Dövlətin təhsilə ayırdığı büdcə deyir, Azərbaycan müəllimi 1 saatı əvəz edir, deyir ki, pulumuz yoxdur. Deyir, pulumuz yoxdur. Bunu siz yaxşı görürsünüz. Təsəvvür edin, daha bir rəqəm, məktəb icmalarının bilik və bacarığının artırılması. Bəlkə siz özünüzdə 3 günlük, 5 günlük, bir həftəlik təlimdir. Bəlkə siz özünüz də iştirak eləmişsiniz burada bu təlimlərdə. Baxın, gənclərin sosial-iqtisadi və mədəni inkişafına dəstək ictimai birliyi 75.600 manat, 600 manat pul ayrılıb. Təhsil büdcəsinə. 1 il ərzində. Emin Əmrullayev vicdandan danışır. Çıx, yenə briefinqə deyinən ki, gəl vicdandan danışaq. Çağır bizi də, təhsil ekspertlərini də, mütəxəssisləri də çağır. Və bu rəqəmləri göstərək ki, Azərbaycanın təhsil büdcəsinin birbaşa LGBT ilə, bir bundan qabaqki ictimai şura vardı. O ictimai şurada ən azı 3 LGBT-nin nümayəndəsi vardı, feminist vardı. Özləri deyirdi. Biri ilə bir dəfə hətta biz bir verilişə getdik. Adı neydi Allah? Pərvanə xanım. Bizi video müsahibə çəkir saytların birində. Açıq dedi ki, mən feministəm. Sonra mən orada Zamin desəfirəm saytın rəhbəri dedim ki, bu biabırçılıqdır. Bu ən azı mən olan saytda verilişdə o sözü çıxardın oradan. Adam açıq deyir. Onun təşkilatları da buradadır. Emin Əmrullayev LGBT və feminizm təbliğ edən şəxsləri əsas gətirib uşaq strukturlarına və bunlara dövlətin büdcəsindən en qədər maaş verir bu öz yerində, paket verir. Dədəmalı kimi verir dövlətin də. Müəllimə verməyə pul yoxdur. Müəllimə verməyə pul yoxdur. Və maraqlıdır ki, bunlara görün bu vəsaiəti. Siyahının ardını oxuyuram. 1 il ərzində verdiyi pullardır bunlar. Demək, məktəbdə sağlam sosial, emosional mühitin formalaşması. Emin Əmrullayevin əziz yuvası olan Yuva Humanitar Mərkəzi İctimai Birliyi 72.000. Bax, yine Emin Əmrullayev burada təlimçi olur. Məktəblərdə sağlam sosial emosional mühitin formalaşması. 72.000 ilə layihəyə pul ayırıb. Grant müsabiqəsində deyir ki, qalib gəlmişsiniz. Amma pul yoxdur, ödəniş olmayacaq. İndi görün Emin Əmrullayevin vicdandan danışmaya haqqı var ya yox. İndi görün Azərbaycanın təhsilində LGBT-ləri, bu feministləri gətirib dolduran kimdir? Onların müdafiəsi kimdir? Mən keçən səfər deyəndə ki, cinsi azlığı nümayəndələrini doldurub bura. 3-cü cinsi nümayəndələrini doldurub nazirliyə. Bir çox yoldaşlar dedi, ay müəllim, belə olmaz. Bax, budur.
Bu ictimai birlikləri araşdırsınlar. Bunlar hamısı 2 il bundan qabaq, 3 il bundan qabaq o demək bizim o şeydə bu elə həmin Pərvanə xanımındır. Yox? Yox. Yuva Humanitar Mərkəzi Rəna Tahirovanındır. Onun da ən yaxın adamı orada Pərvanə Məmmədovadır. Bunlar Məktəb Təhsil Nazirliyinin tədbirlərində ən əziz öndə oturan insanlardır. Emin Əmrullayevin sağduş solduşları da elə ən yaxında onun ətrafında oturan şəxslərdir. Emin Əmrullayev özü də Yuva Humanitar Mərkəzinin bir neçə layihələrində iştirakçı olub. Yəni orada məlum məsələdir. Bu qədər pulu ayrılırlar. Heç onun bir hissəsi atkat kimi Emin Əmrullayevə qayıdır. Aydındır mı? Fikir verirsiniz. Çox maraqlı burada bir məsələ var. Mən demək burada bir QHT rəhbəri Esmira Orucova təsadüfən bir yazısı çıxdı qarşıma. Esmira xanım itkin və əsir düşən şəxslərlə bağlı, onların hüquqları ilə bağlı bir qeyri-hökumət təşkilatının rəhbəridir. Və çox maraqlı bir yazısı var bu Emin Əmrullayevin LGBT-nin müdafiəsi ilə bağlı. Demək 2020-ci ildə bunu Esmira xanım Orucova yazır. O yazır. Yazır ki 2020-ci ildə 2020-ci il seçkilərindən sonra yəqin ki fevral ayında olan parlament seçkilərindən söhbət gedir. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan dövlətinə qarşı iddia qaldıran 2020-ci ilin 8 mart günündə Bakının mərkəzində Fəvvərələr meydanında feministlərin və cinsi azlıqların LBKT-nin plakatının nümayiş etdirilən aksiyaların təşkilatçılarından həmin nümayiş o vaxtı bütün o azadlıq, meydan, nə bilim bu kimi müəyyən elə xaricdə maliyyələşən demək sosial şəbəkə ünvanlarında göstərilmişdi. Deyir, onların bütün videolarında həmin şəxslərlə bağlı kadrlar qalıb ki, əsas aktivist və tədbirlərin təşkilatçılarından biri, deyir, Azadlıq Radiosunun arxivindədir o videolar. Öndə gedən, təhsilə heç bir əlaqəsi olmayan, demək, bu Günel xanımı deyir. Bu həmin Güneldir ki, Emin Əmrullayev bunu İctimai Şuranın sədri gətirmişdi. İndi də Təhsil Nazirliyində uşaq hüquqları ilə bağlı böyük bir idarə yaradıb onun üçün. Bunlar, ümumiyyətlə, bu feministlər, LGBT, bunların bütün işi ancaq xüsusilə də uşaqlarla bağlı olan bir də layihələrdir əsas. Və Esmira Orucova yazır ki, özdə bu Günel xanım, bu Emin Əmrullayevin əzizidir də, bu Azərbaycan dövlətini Avropa məhkəməsinə vermişdi. Avropa məhkəməsinə vermişdi və deyir ki, elm və təhsilin yanında bundan əvvəlki İctimai Şuranın sədri seçilməsində 2024-cü ildə Elm və Təhsil Nazirliyinin uşaqların müdafiəsi idarəsinə rəis qoyub. Təsəvvürsünüz, uşaqların müdafiəsini. Uşaqlarımızın müdafiəsini feminist təşkilatı, LGBT-ni müdafiə edənlərə verirlər. Emin Əmrullayev buna görə demək LGBT-ni Azərbaycanda təmsilçilərini müdafiə edir. Yəni mən keçən səfər deyəndə bu cinsi azlıqla bağlı məsələ buna gətirmək istəyirdi. Daha sonra bu Esmira xanımın yazısı. İndi keçirik siyahının davamını oxumağı. Emin Əmrullayevin Azərbaycanın təhsil büdcəsini sonra Ümid Sosial İnkişaf İctimai Mərkəzi 30.000 manat məktəb icmasının inkişaf etdirilməsi layihəsinə. Mən səni sevirəm müəllim layihəsinə 20.000 manat. Azərbaycan müəlliminə şəftəli deyir, vicdansız deyir. Bizim vicdandan xəbər olmayan nazirimiz. Mən səni sevirəm layihəsinə 20.000 manat pul ayırır. Qadın və uşaq təhsilə dəstək İctimai Birliyi. Haradasa tapıblar da qeyd edir.
Sonra Azərbaycan məktəblərində nə skult klublarının yaradılması. Azərbaycan Skulptlar Asosiasiya İctimai Birliyi 18.000 manat pul ayrılır. Azərbaycan öndə STEAM təhsili 10.000 manat. Həvəskar nə Cəmiyyəti İnkişaf Birliyi. Sonra təlimçilər üçün təlim proqramı 45.000 manat. Azərbaycan Gənc Müəllimlər Asosiasiyası ikinci seriya bir ildə verilən layihələrdir bunlar. Bir ildə 40 gəldi 90.000 keçdi. Amma Azərbaycan Gənc Müəllimlər Asosiasiyasına bir ildə 500.000 manata qədər pul ayırmışlar. Onların heç 5 manatından Gənc Müəllimlər Asosiasiyasının xəbəri yoxdur. Yazırlar onların adına, hə siz gənc müəllimlərsiniz, filan, gəlin filan tədbirə filan. Bütün pulları bunlar özləri götürürdülər. Bütün pulları bunlar özləri götürürdülər. O Gənc Müəllimlər Asosiasiyasının çox belə innovativ işləyən yoldaşlar var. Çalışırdılar, müəllimləri yığırdılar, ödənişsiz təlimlər, webinarlar filanlar, bunlar da format edirdi. Baxın, bir ilə 500.000 manata yaxın təkcə Gənc Müəllimlər Asosiasiyasına pul ödənilmişdi. İndi çıxır 45-45 çıxır. Sonra inklüziv təhsil sinifləri üçün 15.000 manat Gəncə Regional Qadın Mərkəzi İnkişaf Birliyinə veriblər. Və indi 9-cu qrant müsabiqəsi gəlir. Qrant müsabiqəsi gəlir. İndi yenə gələcək. Bu Emin Əmrullayev kişi müəllimi 8 mart bayramı kimi təbrik eləmək. Ki özü LGBT-nin feministin belə deyək də arxasında duran adamdır. Onsuz da müəllimlərimizin sayı azdır. Ölkə üzrə müəllimlərin sayı 15-16%'dir. Kişi müəllimlərin sayı. Bu da knopkanı basıb bütün müəllimlərə, o cümlədən kişi müəllimlərə də 8 martla bağlı gülmək, adam gülür. Yəni çox bu ironik gülüşdür. İnsan da oradan başını itirir. İnsan da oradan başını itirir. Heç nə olmasa Azərbaycanlıyıq biz. Bir Azərbaycanlı adımız var bizim. Sən LGBT-nin müdafiə edirsənsə, onun nümayəndəsisən. Sən feministləri müdafiə edirsənsə, onlardan birisənsən. Bugün bu LGBT-ni, bu feminizmi dünyaya düçar edənlər özləri ondan aralanırlar. USAID kimi təşkilatı dağıtdı Amerika ki, bu kimi şeylərə verir. Bəlkə də elə, nə bilim, gəlir ardı, sayını oxuruq. Daha sonra gənc bacarıqlar, bu Schools Azərbaycan 30.000 manat. World Azərbaycan Asosiasiya İctimai Birliyi. Məktəbəqədər təhsil məsələlərinin əməkdaşlarının uşaq yönümlü yanaşması, uşaqlarda davranış qaydalarının mənimsənilməsi, uşaq müdafiəsinin sisteminin tətbiqi 20.000 manat. Könüllülük səyahəti, yenə Yuva Humanitar Mərkəzi 30.000 manat. Bunlar verilib, dövlətin təhsil büdcəsindən verilib. Emin Əmrullayev paylayır feministlərə, Emin Əmrullayev paylayır LGBT-lərə. Mən demirəm, bunlar hamısı LGBT-dir, sabahında, amma konkret onların içərisində olanlar var ki, özləri etiraf edirlər ki, biz feministik. O LGBT və feministlərin o piketi oldu Fəvralar meydanında bir neçə il bundan öncə. Orada iştirak edənlərin əksəriyyəti Emin Əmrullayevin ətrafındadır. Emin Əmrullayev də təhsil büdcəsini bunlara qrant kimi ayırır. Aydındır mı? Mən hər dəfə deyirəm, bir akademik danışaq, təhsilin idarə edilməsi, təhsil... Bu Emin Əmrullayevin bu qədər iyrənc əməllərini adam görəndən sonra adam dəhşətə gəlir ki, bu Emin Əmrullayev və onun təhsil sisteminə gətirdiyi LGBT və feministlər, üçüncü cinsin nümayəndələri təhsildə əsas aparıcı vəzifələrdə olduğu müddətdə mən təhsilin idarə edilməsindən nə danışım sizə?
Təhsil müəssisələrinin idarə olunmasından nə danışır? Danışacaqsınız, görəcəksiniz ki, bir bərbəzəkli bir cavan oğlan uşağı və yaxud da ki, saçı filan olmuş filan xanım Emin Əmrullayevin hardan ara. Bunlar da şəbəkələşməsi necə gedir? Nəysə, rüzaq olsun, ardın oxuyuruq. Allah Allah, siyahı o qədər böyükdür ki, məktəblinin psixologiyası, məktəbin psixologu 20.000 manat. Məktəb psixologları haqqında məktəb psixologlarına bir əyani vəsait vermir adam. Məktəb psixologunun fəaliyyətini sıfırın altına salır adam. Məktəb psixologu nə vaxt yada düşür? Deyək ki, filan məktəbdə hadisə olub. Haradadır məktəb psixologu? Psixolog adı ilə 20.000 manat. 20.000 manat burada hansısa QT-yə pul verib. Yəni, ictimai birliyi, sosial iqtisadi, nə bilir. Qlobal müəllim layihəsinə 29.000 manat. Layihələrin adlarına baxın. Təhsil mediada 25.000 manat. Təhsil jurnalistləri ictimai birliyi. Mən başa, indi yəqin bizim jurnalistlər də dinləyir də. Nə deməkdir bu? Təhsil jurnalistləri ictimai 25.000 manat. Bunlara veriblər. Məktəbə qədər təhsil müəssisələrində sağlam emosional mühitin formalaşdırılması 27.000 manat. Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi. Azərbaycanın təhsil büdcəsi, mən ona görə bunları bir-bir sayıram ki, baxın Azərbaycanın təhsil büdcəsini Emin Əmrullayev necə gəmirir, necə dağıdır, danışanda vicdandan danışır. Layihələrin adlarına baxın. Milli Kimlik Məktəbi 45.000 manat. Ali təhsil müəssisələrində tərəfdaşlıq strategiyaları və s. 29.000 manat. Distant təhsilin mahiyyəti və əhəmiyyəti 20.000 manat. Şahı bitmiş ki. İndi siz deyin, Azərbaycan təhsilində Emin Əmrullayevin Azərbaycan təhsilində gördüyü işlərə baxın. Və bugün biz təhsili nə ilə tanıyırıq? Biz bugün təhsili konkret olaraq məktəblərdə baş verən hadisələrlə. Direktor müəllimi Hinduşka baş adlandırır. Belə deyək, özünün sinif valideyn komitəsinin rəhbəri adlandıran müəllimlər hədəliyir ki, mən sizi qrupdan çıxardacam. Biri deyir ki, mənə 600 manatlıq hədiyyə bu dilənçi payıdır. Biz bunu keçən səfər, o da baxır digər direktorlara. Hərənin öz layihəsi var. Liderlə proqramı birdir. Elnur Əliyev təhsil institutuna öz şəbəkəsini yaradır. Vaxtı ilə orada işləyən, amma Təhsil Nazirliyində müddətdə işləyən, hansı ki, indi digər sahəyə keçib, onun şəbəkəsini sıradan çıxartmaq istəyir. Təhsil menecerləri şəbəkəsini. Müasir metodistlər şəbəkəsi yaradır. Təlimçilər şəbəkəsi yaradır. Bu təhsil nə gündədir? Bu təhsili Emin Əmrullayev nə günə qoydu? Deyirsən, bu insan belki kadr biraz da artıq nə edir? Sanki bəhsə girir. Və məktəblərin idarə olmasında bir xaos var. Tək məktəblər deyil ki, məktəbə qədər əmin gündədir. Bugün məktəbə qədərdə olunan oğurluq heç icra hakimiyyəti dövründə yoxdur.
Uşaqların o payın ki yiyirləri. İcra hakimiyyəti dövründə yoxdur. Siz yaxşı bilirsiniz, sizin ətrafınızda olan məktəbə qədər təhsil müəssisələrində nələr baş verir. Peşə təhsilinə baxsan bərbad haldadır. Ümumiyyətlə belə bir təhsil varmı? Amma dövlətin 100 milyonlarını baxsan o sahaya ayrılan adam necə yəni peşə təhsili niyə bugün də olmalıdır? Orta ixtisas qalıb ortada. Bu ali məktəblərin bir hissəsi olacaq, struktur bölməsi, ali məktəblərimizə baxsın. Bunun işi gücü ancaq statistik rəqəmlər, beynəlxalq reyting. Axı bu beynəlxalq reyting sistemləri özləri biznes layihələrdir. Sən deyir, gəl pul ver mənə. Gəl pul ver burada, mən sənin digər deyək ki, universitetlərlə yarışa çıxardım. Bu yarışla nə ilə bağlıdır? Yarışla bağlıdır, demək, yarışla bağlıdır nə ilə? Elmi məqalələr. Müəllimə ali məktəbdə 500-700 manat maaş verən universitet bir elmi məqalə üçün, hansı ki o da hər elmi məqalə yox ha, ona çox elm maraqlı deyil, o beynəlxalq reyting sisteminə düşsün, Scopus'a düşsün, H-indeksə düşsün, H1'ə düşsün. Belə olan halda nə olacaq? 5 min, 10 min, 15 min qonorar verir bir müəllimə. Ayda 500 manat maaş verə bilmir ha. Ayda 500-600 manat maaş verə bilmir ali məktəb müəlliminə. Amma bir məqaləyə 5 min, 10 min, 15 min pul təklif edirlər ali məktəblər. Səbəb ondan ibarətdir ki, paylaşın canlı yayımı və rəylərinizi görmək istəyirəm. Salam. Axşamınız xeyir olsun. Və maraqlısı odur ki, bununla deyir ki, təhsil inkişaf edir. Bizim əldə tutduğumuz PISA qiymətləndirməsində qismən irəliləmədir. O da ki, dediyimiz də kalibri layihəsini gətirib, onun sualları ilə PISA-nın sualları üstə düşür. Burada uşaqlar məşq edir. Həmin siniflərə, məktəblərə eyni zamanda PISA da aid edilir və təqribi suallar verilir. Elə bir ki, imtihana girməmiş qabazadan sənə suallar və cavablar verilir ki, bu suallar düşəcək. Aydındır mı? Bu məsələlər var. Mən sizin suallarınızı oxumaq istəyirəm. Siz necə düşünürsünüz? Azərbaycan təhsili bugünkü gündə bu vəziyyətlə necə olacaq? Sizin fikirləriniz nədir? Yazın fikirlərinizi. Birlikdə, həm də bəyənin, paylaşın. Mənim Emin Əmrullayevlə heç bir şəxsi ədavətim yoxdur. Bəzi müəllimlər elə bilməyin ki, mənim Emin Əmrullayevlə bəlkə də heç Emin Əmrullayev da istəməz. Mənim də elə bir, belə deyək, şəxsi bir şey deyil. Sadəcə Azərbaycanlı yoxdur. Bu təhsil, bu dövlətin təhsilidir. 1.700.000 vətəndaşımız ümumi təhsildədir. 1.700.000 vətəndaşımız ümumi təhsildədir. Bu bizim övladlarımızdır. Azərbaycan təhsili niyə bugünə olmalıdır? Niyə bugünə düşməlidir? Niyə Azərbaycan təhsilində can qoyan müəllimi Emin Əmrullayev vicdansız adlandıracaq? Onu aşağılayacaq, deyəcək o şəftəli yaza bilmir, ondan müəllim olmaz. Amma müxtəlif ictimai təşkilatlara görürsünüz, 100 minlərlə, milyonlarla pul ayırır. Hələ bu siyahının cüzi bir hissəsidir. Hətta o yuva təşkilatına mən eşitdiyim qədər 1 milyon manat bir qranta pul ayırıb. Təsəvvürsünüz? 1 milyon manat pul ayırıb. Bunun səhv eləmirəmsə 100 min yoxsa 150 minini ödəyib, sonra prokurorluq sanksiya qoyub ki, o pulu ayıra bilməzsən. Bunun gözündə nurnu yoxdur. Bu heç nədən qorxmur. Buna ölkənin o tərəfinə, qərbdən nə komanda gəlsin, bunu eləm, başda eləyim. Yəni, bu qədər reallıqdır. Fikirlərinizi bilmək istəyərdim. Fikir verirsiniz.
feminist qadın və rəfiqələrini məktəb icması qurma adı ilə məktəblərdə yuva salmaq, yuva təşkilatı. Bu nə məsələdir, nə biabırçılıqdır. İndi sizin rəylərinizə keçirəm, hörmətli həmkarlar. Sizin suallarınıza keçirəm. Təhsil, bilirsiniz, niyə ləğv olmalıdır ki? Təhsil sadəcə bərbad günə, təhsilsiz həyat olmaz ki. Çox primitiv sual yazmışsınız. Ki, təhsil niyə ləğv olmalıdır? Sadəcə təhsili, təhsil adamları olmalıdır. Bu nə biabırçılıq? Yəni, bu adam konkret olaraq, baxın da, siz şahidsiniz, bütün mətbuat yazır bunu. Şərab zavodunun, şəkər zavodunun, nə bilim, çay zavodunun, SOCAR-ın, digər təşkilatların bütün kadrlarını yığıb gətirir. Səbəb nədir? Eyni şəbəkədəndirlər. Yəqin ki, bu ola bilər də, başqa nə ola bilər? Yazırlar, məktəbdə xadimə müəllim olmayanda dərs keçir. Var belə hallar. Xadiməni salırlar ki, sinifi sakitləşdir. Var bunlar. Doğru deyil. Rüşvət olan yerdə təhsil ola bilməz, əlbəttə ki. Biz müəllimin aldığı 20-30 manat rüşvətdən danışırıq. Amma Emin Əmrullayevin görün Azərbaycan təhsil büdcəsini necə gəmirib dağıtır. Baxın, 100 minlər hara gedir. Bax, bunlar var. Belə. Yəni, təhsili bu dərəcədə urvatsız eləmək olmaz. Təhsil sıradan bir sahə deyil. Ölkənin ən strateji sahəsidir. Siz fikir verirsiniz, sanki hər şey mənzərindən çıxıb, binövrəsindən çıxıb. Sanki hər şey idarə olunmaz haldadır təhsildə. Kim nə istəyir, onu eləyir. 12 regional təhsil idarəsinin hərəsinin öz qaydaları var. Bakı şəhər təhsil idarəsinin öz qaydaları var. Bakı şəhər təhsili il yarımdır, 2 ildir müdür təyin olunmur. Hal-hazırda müdürlük edən şəxslə bir gündə olsun məktəblə, təhsillə əlaqəsi yoxdur da. Gənclər Nazirliyindən gəlib, oradan gəldi müddəyə. Oradan da gəldi baş təhsilinin rəhbəridir. Təsəvvürsünüz. Və ölkədə təhsildə bir xaos var. Necə olacaq? İkinci bir sahə varmı ki, ümumiyyətlə bütün ölkələrdə adətən kömrükdən narazı olurlar. Çünki kömrükdə sərt qaydalar var, daxil olmaq filan. Bizim ölkədə ən çox narazılıq təhsildəndir. Siz fikir verirsinizmi? Ən çox narazılıq təhsildəndir. Bunun əsas səbəbi nədir görün? Və insan da danışır. İnsan da danışır, deyir ki, əhali dövlətdən narazıdırsa mən neyniyim, təhsil neynəsin? Bilirsiniz, həyatsızlığın da bir dərəcəsi var. Bu boyda narazılığı yaradır. Bu boyda narazılığı yaradır, amma üstəgəl bu yandan deyir ki, əhali dövlətdən narazıdır, məndən narazı deyil ki. Emin Əmrullayevin sözü deyib, briefingdə dedi. Müsahibələrin birində dedi. Yəni, bu nə düşünüb bunu deyir, nə demək istəyir? Son 20 il. Keçən görüşlərin birində dedi. Bu dövlətin elədikləri gözündən gəlsin. Cənab Prezidentin verdiyi çörək gözündən gəlsin. Axı bu 20 ildə dövlət səni göndərib Kolumbiyada oxumusan. Azərbaycanda oxumusan. Sənə iş verib. Gətirib nazir postuna qoyub. İndi bu source da 70 min verib də. Bu source 70 min verib. Sən də 700 min, 7 milyon verdin bunun adamlarına. Yenə də doymur ha, bax, yenə də dayanmır. 100 dəfə də artığını eləyib, 1000 dəfə də artığını eləyib. Yenə dayanmır.
Amma dövlətin onun üçün indiyə qədər etdiklərini, dövlətin onun üçün indiyə qədər etdiklərini neyinir? Sadəcə görməzdən gəlir. Sonra da deyir ki, əhali dövlətdən narazıdır, təhsildən yox. Bugün göstərin mənə, heç təhsilin adi valideyn olmasın. Valideyn olmasın heç. Burada ən azı burada mən sizin indi görürəm rəylərinizi. Mən elə bildim rəy yazmamışsınız ki, əhalini soruşun, öz ətrafınızı soruşun. Nəinki əhali, təhsil idarə etmə orqanlarında oturanlar belə bugün təhsildən nə qədər narazıdırlar? Mən buradan oxuyum suallarda. Emin Əmrullayev ilk nazirliyi təyin olanda 3-4 ay keçməmiş 2 milyon manatı ancaq Elm və Təhsil Nazirliyində mebel. Hər il ayırır onu. Hər il ölkənin ən böyük aparıcı mebel şirkətlərinə 100 minlərlə pul ayrılır. Hər il. Mən başa düşə bilmirəm. Amma partiyaları da görürsünüz də nə qədər bərbad gündədir məktəbdəkidir. İndi görək, Emin Əmrullayevin təzə bazarı açılıb da. Həm müsabiqələr başlayıb, kenguru başlayıb, hippot, cippot filan cürə adlar tapıblar da. Bunlar da başlayıb. Mənə artıq məlumatlar daxil olur ki, əvvəlki illərə nisbətən məcbur eləmirlər kengurunu. Əvvəl plan vururlar direktora ki, 200 şagird onunla oxuyur, 180-ını pulun gətirginlə köçürklə kassaya, sonra özün yığarsan. Amma bu il elə deyil. Bu il elə deyil. Bu il əsas hələ ki qorxurlar. Və bir də 9-cu qrant müsabiqəsini. Və bu 9-cu qrant müsabiqəsi. 9-cu qrant müsabiqəsi. Görək, bax, indi görürsünüz qrantlara necə pulları ayrılıb. İndi görək, əvvəlki illərdə elədikləri fırıldaqları, demək, fırıldaqları bu il eləyəcəklərmi? Mən inanmıram bu qədər. Amma kadrlar məsələsi, ona görə diqqətli olun, ictimailəşdirin təhsildə baş verənlər. Çəkinməyin, ictimailəşdirin. Biz addım atmasaq, Emin Əmrullayev bu LGBT, bu 3-cü cinsi nümayəndələrinə bütün səlahiyyətləri verəcək, olan qalan bir abrımız qalıb, o da gedəcək. Emin Əmrullayev üçün fərqi yoxdur, onsuz da yəni, olmayan şeylər də onda. Amma olan qalan deyirəm, bir abrımızdır, onu da itirərik, aman gündür. Ona görə də təhsildə baş verənlərə artıq şey qalmayın, yəni pasiv qalmayın. Sosial şəbəkə üzərindən demək, aktivləşdirin, sosiallaşdırın, ictimailəşdirin daha doğrusu. Aydındır mı? Mən təşəkkür edirəm hər birinizə. Mən tətil günlərində müəllimlər üçün, məktəb rəhbərləri üçün məktəbin idarə edilməsi bu. Emin Əmrullayevin tərifatlarından yox, onsuz mən onu dəvət elədim. Zərrə qədər özünə hörməti qoysa istefa verər. Amma mən inanmıram özünə hörməti qoyan adamdır. Görürsünüz, bəzən elə sözlər deyir, sonra da başlayır gülməyə öz-özünə. Mən düşünürəm ki, o Elnur Əliyev kimi onun özünün də problemləri var. Yəqin ki, dövlət orqanları nəzarət edirlər və yəqin ki, bunun bir cavabı olacaq. Bunun bir cavabı olacaq. Azərbaycan dövlətinin pullarını sən LGBT və özün kimilərinin orada, nədir bunun adı? Ki, o cinsi azlıqları müdafiə edən təşkilatlara paylaya bilməzsən. Müəllim dərsi əvəz edir. Müəllimin əvəz olunan dərsinin pulunu ödəməyə qarınları ağrıyır. Yox, bu olmaz. Dərnəklər əvəz oluna bilməz. Bölünmə dərslər əvəz olunanda əmək haqqı verilməz. Özünüz görürsünüz də məktəbdə nələr baş verir.
Addım addım müəllimin pulunu kəsməyə göydə hazırlar. Amma bu boyda vəsait hara paylanır Azərbaycan? Təhsil büdcəsidir. Bunu əlavə pul ayırmırlar. Dövlətin təhsilə ayırdığı puldur bu. Nə deməkdir bu? Nə deməkdir bu? Özdə bir təşkilatla işlədilər. Orada atqat da var da, geri qaytarma da var. Sonra eləyə bilməzlər o bir şey. Çünki sonra qayıdıb deyəcək, bilirsiniz nə var? Burada bu bazar var. Ona görə çox məhdud sayda təşkilatlarla işləyirlər. Eyni təşkilatlarla işləyirlər. Və nəticə də budur ki, ölkənin təhsil büdcəsini dağıdırlar. Budur. Bunun məndəsi o qədər böyüdür. Boyuna baxmayın, bədənə baxmayın. Əmrullayevin mədəsi o qədər böyüdür. Bu akulladır, nədir bu? Təhsil institutundan oradan, Elnur Əliyevlə oradan, layihələr, təlimlər, imtahanlar, qeyti, grant, kenguru, olimpiyadalar. Bu insan, mən məhtəl qalmışam. Yəqin ki, nə vaxtsa Azərbaycan tarixində Emin Əmrullayevin öyrənilməsi üçün xüsusi bir şöbə yaradılacaq ki, bu insan qısa müddətdə necə dəyişdi? Necə dəyişə bildi? Necə dəyişə bildi Emin Əmrullayev ki, bu insan Azərbaycan büdcəsini gəmirib dağıtmaqdan doymur, dayanmır. Olimpiyada sualları. Olimpiyadalarda bir balaca şəffaf keçidlər, bunu da çox yaxşı görürük. Orada hansı hadisələr baş verir. Nəticə budur. İşini bilməyən direktorlar var. Əlbəttə olacaq işini bilməyən direktorlar. Axı onun orada nə işi var? Onun keçmə prosesi başqa cürdür. Deyək ki, 10 direktordan əgər 5-i gözdən pərdə asmaq üçün, 6-sı gözdən pərdə asmaq üçün bu şəkildə keçirsə. Məktəb direktoru var, qaldığım evin yaxınlığında. İmtahandan qabaq müraciət edib. Deyirəm, vaxt azdır, bu 500 plus. Deyir, mən danışmışam, bu il bu vəzifəyə heç kimi təyin eləməyəcəklər. Bu il vakantda qalacaq. Ta mən hazırlaşıb imtihana qədər. Ev yox, bu olsun, işləri qurtarım, mən 2-3 dərsindən sonra başlayarım işləməyə. Təsəvvürsünüz, insan deyir ki, məni bura vəsiliyə göndərirlər. Buna heç kimi təyin eləməyəcəklər. Mən belə danışıb gəlmişim. Bu imtihandan keçə bilməsəm də, növbəti imtihana qədər mən buradayam. Reallıq. Reallıq budur. Mən sizə təşəkkür edirəm. Azərbaycan, bir daha bu 8 martla bağlı məsələdə. Mən düşünmürəm bütün qadınların bayramıdır. Öz hüququnu bilməyən insanın bayramı ola bilməz. Bu qadın hüquqlarının beynəlxalq müdafiə günüdür. Qısaldılmış beynəlxalq qadınlar günüdür. Qadın hüquqlarını müdafiə. Əgər bir müəllimi direktor məcbur edirsə pul gətirginə mənə və öz hüququnu bilmirsə, o müəllimin ad günü ki, bu bayramı deyil axı. Əgər qadınların beynəlxalq müdafiə günüdürsə, qadınlara hörmətsizlik kimi olmamalıdır. Amma nə yaxşı ki, bizim doğru, dürüst müəllimlərimiz də çoxdur, məktəb rəhbərlərimiz də çoxdur ki, balansı qoruyub saxlaya bilirlər. Balansı qoruyub saxlaya bilirlər. Qadınların bir günüdür da, belə deyək də, qadınların beynəlxalq müdafiə günüdür. Niyə biz bunu bu qədər iyrənc vəziyyətə gətirək? 5 manat, 10 manat, 20 manatdan pul yığaq. O müəllimin o adı, sanı, müəllim nüfuzu dəyərmi ona? Heç bir məktəb direktoru müəllimi məcbur eləyə bilməz ki, sən get yığ gətir. Bir çox başqa işlərdə olduğu kimi, burada da müəllim də orada könüllü iştirak edir.
Müəllim də könüllü iştirak edir. Aydındır mı? Ki, müəllim də könüllü iştirak eləməməlidir. Mən burada hər gün TikTok'dan da çıxıram, saat 20:10-da. Hal-hazırda da orada yoldaşlar izləyir məni. Bu nə deməkdir? Məktəbdə yazırlar, bizim məktəbdən bu qədər. Bu deyir, bizim məktəbdən bu qədər. Bu deyir, bizim məktəbdən. Var da bu yazırlarda. Kimin kimlə, nə düşmənçiliyi var? Biz tətil günlərində bir yaz məktəbi deyilən webinar məktəb təşkil edəcəyik. Ən azı 3 webinar olacaq. Çalışacaq məndən başqa digər təhsil mütəxəssisləri də olsun. Və sabahdan başlayaraq həmin qruplara webinar ödənişsiz olacaq. Həmin webinarlar üçün qeydiyyat gedəcək. 050 mənim nömrəmi hamınız bilirsiniz. 050 672 59 11 nömrəsinə webinar yazacaqsınız və salam, yəni webinar yazmaqla ya da qruplarda olan yoldaşlara da hazırlanacaq link və eyni zamanda digər yoldaşlar da link çatdıracaq və ümumilikdə webinarda 500 nəfər iştirak edə biləcək ümumilikdə. Əvvəl 100 nəfər idi. İndi 500. İndi çalışaq görə digər mütəxəssislərlə birlikdə nə edə bilirik? Yəni tək mənim maraton çıxışımla olmayacaq. 3 gün olacaq. Ayrı-ayrı mütəxəssislərlə bir yerdə olacaq. Məktəb təhsil mühitindən danışacaq. Orada bu Emin Əmrullayevin tərifatlarından olmayacaq. Bayram kimi də heç olmasa təhsildən də biraz danışaq. Mən sizə təşəkkür edirəm. Bu videonu sonralar izləyənlər də bilirsiniz ki, Tam TV Elşən Qafarov YouTube kanalına da gedir. Elşən Qafarov Facebook profilimdə də gedir. Sonradan izləyən yoldaşlar paylaşın, bəyənin, paylaşmaqdan qorxmayın, çəkinməyin. Məni kimsə öldürmürsə, sizi də kim gəlib evinizdə öldürməyəcək, rayonda öldürməyəcək. Və nədən qorxursunuz? Bizim təhsilimizi dağıdırlar, bu təlimçi zehniyyəti, bu bərbad hala salan şəxslər. Bunlar özünüz görürsünüz Azərbaycan təhsilini nə günə qoyurlar. Məsələ təhsil deyil, təhsil axı Allah rəhmət eləsin Ulu Öndərin sözünü, təhsil millətin gələcəyidir. Bunlar millətin gələcəyini hədəf alıblar. Bunları yetişdirənlər belə deyir. Fikir verin, bütün feministlər, bütün LGBT, bunlar xaricdə təhsil alan, xaricdən təlimlərə cəlb olunan şəxslərdəndir. Heç kim gedib Oğuzun filan kəndində, Leykin filan kəndində, Şəklin filan kəndində LGBT olmur, feminist olmur. Bunlar xaricdə təlimlərə və təhsilə cəlb olmuş şəxslər arasından olur. Sonra gəlib burada klubların yaradırlar, filan ellər, QHT yaradırlar. Bilirsiniz də, USAID bunları bu şəkildə maliyyələşdirdi. Amma Azərbaycana keçmədi. Azərbaycan bağladı onların xaricdən maliyyələşmə, grant almasını. Amma indi onların da burada nümayəndəsi Emin Əmrullayev kimisi var. O da dövlət büdcəsindən onlara müxtəlif adlarla demək, pullar ayırır. Və çox istərdim ki, hüquq mühafizə orqanları, Respublika prokurorluğu, bu təlimçi, bu qədər ki, vəsait dövlət büdcəsi ayrılıb, o QHT-lərə nə iş görüblər onlar? Hansı təlimlər kesiblər və o təlimlərin nəticəsi nə olur? O qədər pulu ki, bunlar paylayıblar. Aydın məsələdir ki, bu layihə xarakterli məsələlər budur da, yəni məsələdir. İlim müəllimi, ilim məktəbi. Mən də fikirləşirdim ki, ilim məktəbi, ilim müəllimi layihəsindən daha yaxşıdır, müəllimlərə şans veriləcək. Və bunu da gətirib LGBT-ləri və üçüncü cinsi nümayəndələrini maliyyələşdirmə mexanizminə çevirəcəklər. Və ən bədbəxtçilik də odur ki, təhsildə. Bunları hamısı yığında, uşaq hüquqları filan fikir verirsiniz. Bunlar valla nə fikirləşib eləyirlərsə, amma mən bilirəm ki, mən qəti əminəm ki, dövlət üzərindədir. Allah dövlətimizi qorusun, Allah cənab prezidenti qorusun. Və çox rahatlıqla, yəni qısa müddətdə Emin Əmrullayev və onun quldur, dağıdıcı
fırıldaqçı və o dediyimiz o feminist deyirsiniz, nə deyirsiniz, o zihniyət təhsil sistemindən uzaqlaşdırılacaq. Və uzun illər Azərbaycan xalqı, Azərbaycan təhsil cəmiyyəsi, gələcəyimiz Emin Əmrullayevi həmişə lənətlə xatırlayacaq. Mən bu günlərdə mətbuat vasitəsilə elan elədim. Əgər zərrə qədər özünə hörmət qurursansa, istifa ver get. Təhsili bu qədər bərbad hara saldır. Əgər zərrə qədər iynənin ucu boyda özünə hörmət edirsənsə, istifa ver get. Get, yalvar, deyək, mənim işim deyildi, budur, filan, o birisi. Mənim xarakterim, mənim xasiyyətim, həyat tərzim uyğun gəlmir təhsilə. Bacarmaq lazımdır onu da. Onu da bacarmaq lazımdır. Təşəkkür edirəm hər birinizə. Sonra rastgəllərində videonu paylaşsınlar. Bir qədər sonra video demək video YouTube kanalına da yüklənəcək.